geniş olsun məhəllə, maşın saxlayım, nə bilim, uşaqlar rahat oynasın. Bax, bu həmin o məhəllədir. Göstər zəhmət olmasa ətrafı. Xırdalan şəhəri, Milyonerlər məhəlləsi 2-dəyi. Baxın, ətraf çox genişdir, çox belə açıqlıqdır. Bu gördüyünüz 2 mərtəbə, 4 otaq. Həyət evimiz bugünkü qiymətindən yox, köhnə qiymətlə satılır. Gəl gedək evə doğru. Əziz izləyicilərimiz, rahatlıqla bax, burada da maşın saxlaya bilərsən, burada da saxlaya bilərsən, burada da saxlaya bilərsən, harada istsən saxla da. Ərazi çox gözəl bir ərazidir, həyətini göstər, tam ətraflı mən qapını açım. Allah, Məhəmməd Yəli, getdi. İçəri daxil olduq. Daxil oluruq, çox gözəl də təmir olunub. Bugünkü gün bu qiymətə belə bir ev yoxdur hal-hazırda. Bax, geniş bir dənə zala. Geniş bir dənə səliqəli zaldır. Gizli işıqlar yığılıb. Burada yerləşir evin hamam sanuzeli. Bu isə qladovkadır artıq əşyalar yığmaq üçün. Burada mətbəxidir. Hə, bu evlərin indiki qiyməti 90-95 minə çıxarırlar satışa. Amma biz bunu köhnə qiymətlə 85 deyib endirim deyirik. Bax, gör nə gözəldir. 85 deyirik, endirimdə eləyirik. Qalxaq ikinci mərtəbəyə doğru. Burada da bir otağıdır. Hamam sanuzöründə çək təqdim edir. 2 dənədir. Yuxarıda və aşağı mərtəbədə hamam sanuzör mövcuddur. Bu nədir? Üzümə dolaşıb çıxarda bilmirəm. Tordu nədir? Burada da bir otağıdır. Burada evin əsas yataq otağıdır. Və burada da evin qarşısını kəsməyən çox gözəl bir açıq ərazidir.